Salam aleyküm, salam əziz və hörmətli dostlar, yoldaşlar, dildaşlar, vətəndaşlar, qandaşlar, xoş gördük. Umarım ki, yaxşısınız bu yaz günündə, canınıza çox diqqətli olun. Hala bu virus dolanır arada, korona və hala adam öldürür və hala insanları çox çətin günə məhkum edir. Mənim də ailəmdə hələ bu mərsizliğin davamı var. Yəni, bir neçə aydır bizim canımıza danışıb daşınıb ailədə. Amma çalışırlar uşaqlarım, müqavimət eləsinlər, inşallah ki, buradan geçərlər. Əziz dostlar, sümürgəçiliyin portresi və sümürgələşdirənlərin portresi adlı kitabı ki, türkçəyə tərcümə olubdur Fransızdan. Onun 16-cı gündür ki, bu kitabı oxumağa çalışıram. Mənim nəzərimdə dediyim kimi çox önəmli kitabdır. Bunları əlbəttə, kaş mən özüm bu kitabı öncədən oxumuş olaydım, bilmiş olaydım, sonra bunları izah eləyirdik. Yəni, indi ki, bunları oxuram, gedirəm, otururam, yazam ki, nə demişəm sizlərə, nə bu kitab deyib əslən, görürəm ki, biz bunun əsli qavramlarını danışmırıq. Fəqət kitabı oxuruq. Olsun, elə beləsi də hələ feylən zehnimizdə bir şeylər tapılar, sonra oxuruq. Dostlar, 44-cü səhifənin 5-ci sətrindən başlayacaq ki, sualla qutarmışdı. Oradan başlayırıq və davam edirik. Mən umarım bu günləri biraz hızlı gedən bir səfə yarım oxuyam və bu fəsli qutaram. Kitabın yazarı Albert Məmidi Tuneslidir. Fransada dərs oxuyubdur. O zaman Tunes Fransa'nın sümürgəsidir və qeydib öz vətəninə, vətənin istiqlal çağında orada bu kitabı yazıbdır. Əlbəttə, bu kitabdan bir çox zaman sonra da istiqlalların ələ gətiriblər Tuneslilər. Dünənləri bir soru sordu və o soru ilə qutardı. Dedi ki, cavabını geçək. Deyir ki, həmən cavabı yapışdırır əlbəttə. Deyir ki, o suala ki, dünən biri soruşdu, tənqid elədi ki, necə xanımlar modaçıdırlar, bunlar da əcəba belə qala bilərmi? Yəni, sümürgəçi olubdur, dövlətə istihdam olub, Fars dövlətinə, gəlib də Azərbaycana gedib bir ayrı yerə. Ya Azərbaycanlı da amma pan-İranist və pan-Farsıdır və türklərlə düşməndir. Bu cür bir adam dönüşsə millətinə tərəf. Əcəba bu hər cəhətdən eləyə bilər, millətinin yanında olsun, yoxsa onun beyinsəl bir bağlılıqları var geçmişlə. İndi buna cavab deyir ki, sümürgəçilər belə bir nəqd elədilər ki, ona indi cavab verir. Həmən cavabı yapışdırır əlbəttə. O cavabı fori yapışdırır. Yəni, yapışdırmaq bilirsiniz, biz bu kəlməni çox çörək bişirəndə təndirə yapışdırarlar, oradan gəlir. Yəni, bir şey isti, təndir əgər soyusa, çörək yapışmaz. Çünki çörək özü xəmir, özü soyuqdur. O istiyə deyəndə ora yapışar. Çox üzrəm. Bunlar da ki, sual soruşurlar, deyir, isti, sıcaq-sıcağına ona cavabı yapışdırsın. Bu kusurlar sümürgələşdirilənə deyil. Hangi kusurlar? Üstə sualda sorduqları ki, indi burada deyəcəkdir, açıqlayacaqdır. Bu qusurlar ki, eləyiblər, üz istəyirəm, dünənki sualda belə soruşmuşdu ki, bunların sümürgəçinin beyni dalıdır əslində. Buna görə də elə qabaqdan dalı idilər, indi dalıya qalıblar. Sən niyə bunlardan, məsələn, deyirsən ki, salırsan hamısını istemarçının, sümürgəçinin boynuna. İndi ona cavab verir. Üz istəyirəm, bunu beləsi islah eləyək. Deyir ki, bu kusurlar, bu sümürgələşdirənlərin, məsələn, türklərin İranda hara qaldıq? Bu kusurlar, yəni bu geri qalmışlıqlar sümürgələşdirənə deyil. Bu sümürgələşdirən türklərin müqəssiri deyil. Bu kusurlar onların deyil. Kimindir? Tarihlərini altı üst edən
uzun sümürcələşdirməyə ətf edilə bilir. Deyir ki, bu sümürcəçilərin Azərbaycanda ya Türk məntəqələrində çox uzun qalmaqlarına qeytərmək olar bu qüsurları. Beləsi deyir. Tarixlərini, o sümürcələşdirilənlərin, türklərin tarixlərini, keçən 100 ildə danışsaq, tarixlərini alt-üst edən kimi üst edibdir bu tarixlərini, əlbəttə uzun zaman sümürcələşməyə, onlar ki, bunları sümürcələdiklər, beyinlərin, savadların, tarixlərin, şəxsiyyətlərin, onlar atf edilə bilir. Deyir ki, onlar qeytirdilər sümürcə farslara. Bunu istədi desin. Sümürcəçilərin bazı savları onu zaman-zaman rahatsız edər. Deyir ki, belə bir adamı ki, millətə tərəf gəlibdir, sümürcəçilərin, farsların bəzi zaman-zaman, yəni bəzən, hərdən bir dəlil ki, gətirirlər, savları, müdafiələri, dəlilləri onu rahatsız edər, narahat edər, yəni. Örneğin, nümunə üçün bir dana misal bıraq. Örneğin, sümürcələşdirmədən öncə zaten geri deyil miydi? Soruşar beləsi İrancı, panfars, paniranist bir türkdən ya bir türk toplumundan soruşar ki, örneğin sümürcələşdirilən, yəni türklər məsələn İranda sümürcələşmədən öncə, farsların ixtiyarına getmədən öncə zaten bunlar, zaten yəni əslində öncə, yəni qabaq, zaten geri deyirlər miydi? Bunlar deliyi geriyə qalmamışdılar, dalı qalmamışdılar. İndi siz fikrin ki, bu sualı məşrutə dövründən soruşur. Məşrutədən qabaqdan soruşur. Yox, belə deyildi. Belə deyildi. O sürəci davam eləsəydilər, Nasiruddin Şahdan başlayan sürəci, yolu davam eləsəydilər, bu günləri bir əbər qudrət idilər türklər. Deyildir. Amma görək kitab nə deyir? Kitabda bu, oxuyaq bunu, deyir ki, cavabını axtarır. Sümürcələşdirmələrinə izin veriyorlarsa, sümürcəçi deyir bunu, soruşur, cavab vermir. Hələf eylən soruşmanın cavabıdır. Deyir ki, əgər onlar, türklər, icazə verirlər ki, sümürcə olsunlar, müstəmirə olsunlar, sümürcələşdirmələrinə izin veriyorlarsa, əgər izin verirlər ki, bunlar müstəmirə olsunlar ki, biz bu izni vermişik və hala bu izni veririk onlara ki, sümürcə altında olaq. Bunun nədəni tam da istər əskeri açıdan, istər teknik açıdan olsun, savaşacaq kapasiteleri olmamasıdır. Deyir ki, indi bunlar sümürcəyə yol verdilər, qəbul edilər. Deyir ki, sümürcələşdirmənin izni veriyorsa, əgər izin verdi buna, bunun nədəni, dəlili nədir? Dəlili budur. Deyir ki, dəlili tam da istər əskeri olsun, kamilən nizami olsun, əskeri olur nizami, ordusal. Nizami olsun, nizami açıdan olsun, istər açıdan, yəni zaviyədən, o baxımdan baxaq. Buyur ki, gəliblər, işgal eləyiblər, istər teknik açıdan olsun, ya da ki, sənət və teknoloji açısından baxsaq, savaşacaq kapasiteləri olmamasıdır. Deyir ki, onların, sümürcə olmuşların, türklərin savaşmağa gücləri olmamaqdan gəlir. Deyir, yəni bunlar savaşıq əhli olsaydı, Əliyalın da savaşardılar. Amma savaşmaq əhli deyirlər bunlar. Onun üçün sümürcə oldular. Sümürcəçi bunu deyir ki, əgər bunlar bəhanə gətirirlər ki, sümürcə olmamışdan öncə məsələn bizim silahımız yox idi, ya teknoloji sənətimiz yox idi. Deyir ki, bu kafi deyil. Əslində belə deyir. Deyir ki, hər nə olur olsun, dəlili bu olsun ki, teknikləri yox idi, ya orduları, yaxçı silahları yox idi. Deyir ki, yenə də bu dəlil olmaz. Bunlar savaşmayıblar. Onların savaş kapasiteləri az idi. Kapasite kifayət, güc, çıxar,
Kapasite burada çıxar anlamsaqdır. Deyir ki, onların savaş çıxarı, savaşmağa gücləri, iradələri, istəkləri yox idi. Vaqiyyət də budur dostlar. Baxın, biz məşrutədən sonra farslarla savaşmamışıq. Farslar gəliblər məclisdə, orada, burada qəhətlik salıblar, aclıq salıblar, şuriş salıblar, terror eləyiblər və biz onların yanında olmuşuq. Məşrutənin ziddinə Təbriz 11 ay savaşıbdır. Məşrutənin ziddinə, məşrutə dövlətinin ziddinə. Ki onu yıxalar. Diqqət buyurursunuz, məşrutə dövlətini yıxalar. Ha belə bizim Türk padişahı Rusiya təbqid olandan sonra 2 dəfə ordu yığıbdı, gəlibdi, həmlə eləyibdi. Azərbaycan və türklər qalxıb ondan himayət eləməyiblər. Çox azı himayət eləyibdi. Diqqət buyurursunuz, bu da biri. Sonra Şeyx Məhəmməd Xiyabani gəlibdi, Azadistan adında bir məmləkət qurubdu. Amma biz o hakimiyyəti dəstəkləməmişik, onun yolunda ölməyə getməmişik, savaşmağa getməmişik. Kapasitərimiz, savaş üçün çıxarımız yoxmuş. Sonra rəhmətli Seyid Cəfər Pişəvəri milli hökumət qurubdu. Cəmilə biz savaşmamışıq, qaçmışıq. Şəriətmədarı dövrünəcən özümüzü hazırləməmişik. Şəriətmədarı dövründə də hizbimizi qoymuşuq Xalq-ı Müsəlman İran. O zaman da ki biraz Azərbaycancılıq eləmişik. Farslar deyiblər Təbrizi bombaran eləyəcək, rəhbərli millətli təslim olmuşuq. Getmişik, onları edam eləmişik. Yenə savaş gücümüz olmayıb. İndi də ki feylə nəsə bilmirik, neyniyək? Yəni indi də gözləyirik ki, farslar otursunlar, kürdlər otursunlar, ərəblər otursunlar. Kim qalxacaqdı bizə köməklik eləyəcək, biz bunu yıxaq? Türkiyə və Azərbaycan. Niyə? Onlar bir dana rəsmi dövlətin içinə girməzlər. Bir rəsmi dövlət var İran adında. Biz onlara deyək, gəlin bizi qurtarın. Deyərlər, sizi biz niyə qurtaraq? Sizin dövlətiniz var, rəsmi bir dövlət altındasınız. Dünya da bunu Türkiyəyə deyər, Azərbaycana deyər. Burada biz gərək ayağa qalxaq, biz gərək savaşaq. O birisi güclərdən, o cümlədən ərəblərdən, kürdlərdən, bəluçlardan, lorlardan, türkəmənlərdən, farsların özlərindən köməklik istəyək, Fars hökumətini zəiflədək. Biz burada bunu yıxaq, Azərbaycan, Türkiyəyə deyək, bizə ordu verin, bizə köməklik edin. Onlar da gizli ya ələni bizə köməklik edərlər, deyərlər ki, bu millət istiqlal istəyir, biz də bunu rəsmiyyətə tanırıq. Biz o günəcən ki, bir şəhəri Təbrizi, ya Urmiyəni, ya Zəncanı, ya Qəzvini, ya Ərdəbili, ya hər yeri orada bayraq qovzamamışıq, deməmişik ki, radiodan, televizyondan, ay dünya, bura Təbriz, Güney Azərbaycan Türk Cumhuriyyətidir. Bura Zəncan, bura Qəzvin, bura Həmədan, bura Tehran Türk Cumhuriyyətinin, Güney Azərbaycan Türk Cumhuriyyətidir. Onu demədiyimiz günə qədər və dünyadan istəməsək gəlin bizi rəsmiyyətə tanıyın, bizdən himayət eləyin. Heç bir dövlət, o cümlədən Azərbaycan ya Türkiyə, İran hökumətindən savaşa girməz. Dəlil yoxdur savaşa girə. Nə dəlillə girə bilər? Bu bizim üz istəyirəm, bu açıdan desəm bəlkə dostlara toyun, amma bizim ahmaqlığımızı göstərir ki, biz deyək bəlkə Türkiyə gəlib bizi qurtaracaqdır. Türkiyə heç vaxt girib bir məmləkəti təciziyə eləməz. Ona deyərlər təciziyə. Təciziyə ilə istiqlalın fərqi budur dostlar. Təciziyədə bir ayrı dövlət girər, bir ayrı dövləti bölər. Buna təciziyə deyərlər. Amma istiqlalda millətin bir parçası deyər, mən bu millətdən deyiləm. Nə dilim bundandır, nə tarixim bundandır, nə coğrafiyam bundandır, nə ənənələrim, heç zadım bundan deyil, qanun, rəsmi, rüsum, heç zadım bundan bir deyil. Onun üçün də bu da mənə ayrı seçicilik elədiyi üçün qeyri-qanunidir, qeyri-məşrudur, mən qəbul eləmirəm, qəbul eləmirəm, istiqlal istəyirəm. Baxın, bu fərqi var. Biz gələk bunları düşünək və bunların üstündə irəli gedək, yoxsa gözümüzü tikək ki, bir nəfər gələcəkdir. İndi farslar qalxıblar, ərəblər qalxıblar, bəluçlar qalxıblar, falan qalxıb, biz burada oturmuşuq. O bizim oturmağımız farslara köməkdir. İran hakimiyyətinə köməkdir, gedin ərəbləri yıxın, bəluçları yıxın, farsları da yatırdın. Biz o halda ki, biz yerə çox güclü girək, farsları daha bir-birindən ayıraq, onları dəstələrə, ideolojilərə bölək, ondan sonra da o birisi millətləri də təşviq edək, qalxın ayağa, onlar qalxalar, İranın gücü bir nəfərin üstünə gəlmək əvəzinə, məsələn, İranın 500 min nəfər gücü var. Bir var ki, gələ bir tək türkün üstünə 500 min dana silahlı ordu, təşkilatlı, hər şeyli, gələ bizim üstümüzə, radio, televizyonun adı da var da, hər şeyi var, gələ bizim üstümüzə. Bir də var ki, bu 500 min nəfəri baxaq 500 dana şəhərə. Hər şəhərdə etiraz olsun, bizimki də olsun. Harada rahat biz qalxa bilirik ayağa. Bunu düşünməmiz belə bizə zor gəlir, mütəəssifanə. Və dostlar,
bəzən bir dana iş görübdür, bir zaman bir dana bir şuar veribdir, bir dana mətləb yazıbdır ki, İran dövləti də bilir ki, bu önəmli deyil. İndi hər dəlilə deyir ki, mən o zaman bu işi görmüşəm. Əgər Azərbaycançı olmasam bu işi görməzdim. Tamam, sən Azərbaycançısan, qəbul edirik. Sən amma təhlillər fərqlidir, düşüncələr fərqlidir. Savaşa hazır olmayan millət heç zat ələ gətirməz. Heç zat ələ gətirməz. Əfqanistan milləti bizdən 1000 pay yaxçıdır. Çünki Əfqanistanda yaşayanlar Rusiya ilə savaşlar atdılar eşiyə, Amerika ilə də savaşlar atdılar eşiyə. Taliban qoyursa adın hər nə qoyursa qoyun, bir dənə hökumət yaratdılar. Örneğin sümürgələşmədən öncə zaten geri değildi miydi? Dalı qalmışdılar. Sümürgələşdirmələrinə izin veriyorlarsa, əgər onlar izin verirlər ki, farslar bunlara müsəllət olsunlar, bunun nədəni, bunun dəlili hər nə olur olsun, nə mənədir? İstər əskeri açıdan olsun, deyək ki, ordumuz yoxdur, istərsə teknik, deyək ki, sənətimiz, teknolojimiz yoxdur, deyək ki, savaşacaq, amma bu hər nə dəlil gətirsə getirir, amma savaşacaq kapasiteləri olmamasıdır. Amma bunların savaşmaq gücünün olmamasıdır. Əsli bu ki, bunlar savaşa təmayülləri yoxdur. İstəmirlər savaşalar, haqq qazanalar. İstəyirlər dilənələr. Daimən Fars bizə haqq vermədi, Fars bizə mədrəsə vermədi, Fars bizə danışqah vermədi. Bunlarla geçinələr. Özümüzü bunlara xoş eləməyək. Düşmən niyə sənə bunları versin? Kuşkusuz ki, geçmiş kusurlar deyir ki, kuşkusuz yəni şəksiz. Şək sözü ki, ərəbcədir. Türkcədə onun muadili kuşkudur. Farscada muadili yoxdur. Şək və tərdid hər ikisi ərəbcədir. Deyir, kuşkusuz ki, geçmiş kusurları gələcək açısından heç bir anlam taşımaz. Deyir, kuşkusuz, şərtsiz ki, bunların geçmişdə olduqları kusurları, dostlar, diqqət buyurun, bizim gələcəyimiz açısından, gələcəyimizə bağlı heç bir anlam daşımaz. Geçəcəkdə Qacar dövründə iştibah eləmişik. Şeyx Məhəmməd Xiyabanı dövründə iştibah eləmişik. Pişəbəri dövründə, milli hökumət dövründə iştibah eləmişik. Millətin yanında savaşmağa və ölümə hazır olmamışıq. Hər nə dəlil gətirirsək gətirək. Şəriət mədarı dövründə milli olmamışıq. Türkçü olmamışıq. Sonra da fürsətlər əlimizə düşüb yaşıl hərəkatında bu dövləti, Fars dövlətini yıxa bilərdik. Çünki tamam İran qalxmış ayağa, Farslar da neçə yerə bölünmüşdü. Biz də qalxıb ayağa radio, televizyonu əlimizə geçib 4 dana əsləhəni əlimizə geçirməklə elan elərdik ki, bura Güney Azərbaycan Türk Cumhuriyyəti, amma eləməmişik. Deyir ki, bu qusurlar, amma geçmiş kusurları gələcək açısından heç bir anlam taşımaz. Onun gələcəyə heç bir anlamı yoxdur. Gələcəkdə iştibah eləmişik. Qəral deyil, gələcəkdə də iştibah eləyək. Gələcəkdə də savaşmayaq. Gələcəkdə 4 nəfər belə, 10 nəfər radio, televizyonu əlinə alar, ustandardlığı əlinə alar, monitoring sistemi ki, demişəm, harda olur. Mən olan zaman Tərbiyyət Danışsara meydanında o şey var, Sazmanı Təbliğat-ı İslami, onun bu tərəfki meydanın nəbşində bir 4 təbəqə parkingi düzətmişlər. O parkingin son təbəqəsində şəhrin monitoring sistemi oradadır. Yəni, tamam dürbünlər orada monitorluq olur. Əlbəttə, mümkün sipapasların bir ayrı yerlərə də çəkib-çəkməyibdir, ya iddia çəkib-çəkməyibdir, onu bilmirəm. Amma o zaman orada idi. Bu cür bir yerləri ələ almaqla fəqət elə radio, televizyonu ələ alacaqsan, millət, Azərbaycan, biz şəhəri aldıq əlimizə, qalxın xiyabanlarda polisi, bəsici, fulanı, bəhmanı mühar eləyin. Millət qalxacaq və mühar eləyəcək. Amma biz gözlürük ki, bir ayrı adam, Amerika gəlsin, İranı vursun. Amerika niyə İranı vursun? Amerikaya mənfəət vermirmi? Rusiya ilə indi Amerika ilə barışsın deyə 11 milyard dolar Rusiya deyibdir ki, mən sənə pul verərəm, mənim o burada neçə 100 milyard almısan, onu yenə də 11 milyard al, orada mənə bir şey düzət. Atomi bir şey düzət. Niyə onlar gəlsinlər, mənfəətləri versinlər sizin üçün və bizim üçün? Niyə savaşsınlar? Əsən bizim üçün savaşmaq onlara nə faydası olar? Əsən İranlılar üçün Amerikalılar niyə savaşsınlar? Mənfəətləri olmazsa. Türkiyə mənfəət belə olar. O zaman olar ki, dedim, biz qalxaq ayağa, şəhri getirdik əlimizə,
şəhri keçirtməyə başladığımızda deyək ki, dünya bizi rəsmiyyətə tanıyın, biz Azərbaycan milləti yox, biz Türk milləti yox, biz hökumətimizi qururuq, biz Farsdan ayrılırıq, bizim silahımız yox, gücümüz yox, bizə köməklik eləyin, onlar da gizli ya açıq bizə köməklik eləyərlər. Biz Azərbaycanlar Türkiyədən, Azərbaycandan, o birisi Türk məmləkətlərdən, Avropadan, ərəb məmləkətlərdən ki, İranla müxalifdə köməklik istəyək, bəlkə onlar da bizə köməklik eləyərlər, ayaq üstə qalxaq hökumətimizi quraq. Çünki heç millət dünyada tək başına dövləti yıxa bilməz, dövlət qura bilməz. Bu bir qaidədir, qanundur, tarixdə görünməyibdir. İndi, gedək, deyir ki, tamam, gələcəyi bu şey eləməz. Biz gələcəkdə dəyişdirə bilirik yolumuzu. Özgürlüklərini geri kazanırlarsa, onların bu açığı kapatacaqları kuşkusuzdur. Deyir, əgər bu millət, biz, Güney Azərbaycanlılar, Türklər, Qəşqailər, Türkəmənlər, əgər şey eləsək, özgürlük, azadi kəlməsi ki, farsıdır, onun türkçəsidir, hürriyyətin türkçəsidir. Deyir, əgər bir özgürlüyümüzü qazansaq, geri qazansaq, dubarədən ələ gətirsək, yenidən ələ gətirsək, geri qazanmaq, yəni əlimizdən gedibdir, onu qazanaq yenidən. Çalışaq alaq əlimizə. Qazanmaq bu cürdür, çalışmaqla olar. Geri kazanılırsa, ələ gətirirsək, əgər onların bu açığı, bizim bu geçmişdəki müşkülümüz var ha, tarixdə ki, təslim olmuşuq, savaşmamışıq. Deyir, onu kapatacaqları kuşkusuzdur, kuşkusuz, şəksiz, tərdidsizdir ki, bu şeyi kapatacaqlar, bağlayacaqlar, örtəcəklər. Yəni, eləyə bilərlər ki, o eybi ki var idi, savaşmırdılar, onu aradan qaldırsınlar. Nə var ki, nə olsun, üzrsən, bir sətir atladım. İnsanların, tüm halkların dehasını tam inanc duyar. Deyir ki, belə bir adam ki, inanır ki, bunlar gələcəkdə belə bir şey olar. Məsələn, mən bunlardanam ki, inanıram, biz indi ya hər gün ki, mümkündür, qalxaq öz şüarlarımızı verək və mümkün olan anda radio televizyon əlimizə keçək və hökumətimizi elam eləyək. Hökumət elam eləmək radio televizyondan bir dana bəyaniyyəni yaymağı kimidir. Və dünyadan yardım istəmək anıdır. Bu. Deyir ki, insanların, tüm insanların, yəni fərq eləməz, bu Türk ola, Ərəb ola, Bəluç ola, Türkəməni ola, Qəşqayı ola, Rol ola, hər kəs olur olsun, qərələr olsun, ağ olsun, sarı olsun, qırmızı olsun, hər kəs olur olsun. Deyir ki, insanların, tüm halkların, tamam halk burada millət umanındadır. Millət, dostlar, təriflərin hamısı ki, dövlətlər eləyirlər. O bir tərəfədir, bir də bu var. Dövlət qurmaq iradəsi olan bir millətə halk deyərlər, millət deyərlər, biz el deyirik. Halk ya xalq ərəbcə sözdür. Və bu yaradıcı anlamındadır, xalq sözündəndir. Xalq yəni yaratmaq, düzəltmək. O zaman ki, deyirsiniz, xalq, türk xalqı, yəni türk xalqının iradə edir ki, bir şeyi yaratsın, hökuməti. Özünə bir hökumət yaratsın. Buna görə xalqı deyirlər ona. Xaliq sözündən gəlir. Allah sözü ki, Allaha da, Tanrıya da biz, Allah ərəbcədə, türkçəsi Tanrı. Biz Tanrıya da xaliq ərəbcə deyirik. Niyə? Çünki o yaradıcıdır. Və insan da yaradıcıdır buna görə. Çünki o da deyir ki, nəfəxtu fihi min ruhi. Allah deyir ki, mən insana öz ruhumdan vermişəm. Yəni, Allah nədir? İnsan da odur. Çünki insana ondan veribdir ki, özündə var. Əgər Allah yaradıcıdır, biz də yaradıcıyıq. Xalq sözü ona görə dillərə düşübdür. Əlbəttə, bu son illərdə bu siyasi, ideolojik anlamı var. Çox solcular, kommunisti məramdan gələn bir sözlükdür millət üçün. Amma gözəl sözdür. İnsanlar tüm halkların dehasını, onların ağıl gücü yaradıcılığını, ağıl gücünün yaradıcılığını, deha ağıl gücünün yaradıcılığı, dehasını tam inanç duyar. Tam şəkildə, kamil halda onu inanç duyar, yəni inanar ona. İnanar ki, insanların ağlılarının yaradılıq gücü var. Buna inanar. Deha bu. Deyir, buna inanar. Deha farsça bir söz deyil. Ərəbcədə deyil, türkçədir. Mən bilmirəm ki, ərəbcə bunun anlamı var ya yox, farsda yoxdur. Farsda bu qavrama məna yoxdur, kəlmə yoxdur, söz yoxdur. Yəni, insanların,
Məsələn, deyirlər qudrət-i xəllaqi məğz ya təfəkkür. Belə bir cümlə qururlar. Amma biz ona dəha deyirik. Yəni, bir söz ki, onlar bir cümlədə gətirib yetirəmlər, biz ona dəha deyirik. Bu da bizim dilimizin daha bir gücü. Farsda yoxdur bu. Deyir ki, bunu duyar. Belə bir hissi, duymaq, yəni eşitmək, hiss eləmək. Belə bir hissi var bu adamın. Ki, tamam insanların bir beyin güclərinin bir xəlq eləmək gücü var. Yəni deyir ki, əgər bu insanın beyin gücü budur, əgər bunlar azadlıqla özgürlüklərini ələ gətirsələr, istədikləri hakimiyyəti qurarlar və istədikləri sənəti və teknolojini yaradarlar. Çünki bu deha insanda var. Nə var ki? Nə var ki? Yəni bir şey deyil ki, çətin deyil ki. Kəndisi ilə sümürgələşdirilən arasında təməl bir ayrım olduğunu qəbul etdiyi gerçəyi değiştirməz. Deyir ki, bu bir vaqiyyət vardır. O da budur ki, sümürgəçi ilə farsla bizim aramızda sümürgələşdirən türklərin arasında bir fərq var. Bunu inansandakı insanların dəhası var, amma bu vaqiyyəti ki, bu günləri biz onda yaşırıq, farsların dilinə, tarixinə məhkum olmuşuq, hakimiyyətlərinə məhkum olmuşuq, bunu değişdirməz. Bunu istədi desin. Nə cür deyir? Deyir ki, nə var ki, nə olsun ki, kəndisi ilə, yəni türkünə sümürgələşdirilən, kəndisi ilə sümürgələşdirilən arasında, yəni bir farsla, bir istemarçı ilə, bir panfarsla, bir paniranist ilə bir sümürgələşdirən türkün arasında təməl bir ayrım olduğunu, bir təməl əsası, paya, əsası və paya farsdır, əsası da ərəbcədir. Deyir ki, bunun təməli türkcədir, təməl türkcə. Təməl bir, üzr istəyirəm, mən itirdim bunu. Arasında təməl bir ayrım olduğunu, bir fərq, ayrımcı, ayrılıq, fərq. Ərəbcə fərqidir. Farsca təfavüt də ərəbcədir. Farsca yoxdur bunun yenə mənası, məncə. Bunun mənası yoxdur farscada. Yəni təməl üstləmirəm, təfavütün ya ayrılığın farscada mənası yoxdur. O kəlməsi yoxdur. Olduğu qəbul etdiyi, deyir bunu qəbul eləsək ki, belə bir təfavüt vardı, ayrım. Bu bir gerçəkdir, bu bir vaqiyyətdir əlbəttə. Değişməz, deyir, bu değişməz. Siz qəbul edin ki, insanlar hamısında dəha var, amma bu qəbul elə, biz farsla türkün bugünkü vəziyyətin, gerçəyin qoysaq bir-birinin qarşısına görürük ki, fərq var, değişmir bu vaqiyyət. Bu vaqiyyət var hələ. Tamam. Sümürgə gerçəkliyi, farsların sümürgəçilik gerçəkliyi, gerçəklik vaqiyyət. Farsca yoxdur buna. Gərək deyərlər, məsələn, həstən. Gerçəklik gərək ola həstən. Ya budən. Budən ki, ola bilər. Əlbəttə, yox, gerçəklik vaqiyyətdir. Vaqiyyətin mənası farscada yoxdur. Bizdə gerçəkdir türkcədə. Gerçəkliyi özgül bir tarixsel olgudur. Gerçəkliyi, sümürgə gerçəkliyi bu istimar, sümürgə istimar. İstimarın vaqi, gerçək, özgül, xas, özgül, özəl bir tarixsel varlığı ülgüdür. Ölgüdür, yəni vardır. Bir vaqiyyətdir ki, vardır. Ölgü özdə vaqiyyətdir. Türkcə vaqiyyətdir. Vaqiyyətin türkcəsidir. Pəs deyir ki, sümürgə gerçəkliyi, sümürgənin gerçəkliyi, vaqiiliyyətliği olması özgül bir tarixsel olğudur. Tarixsel bir varlığın özüdür. Özgül özüdür. Deyir ki, bu iki farslar bu günlər bu vəziyyətdə, bu tarixsel yüzildə bir vaqiiyyətin özüdür, varlığıdır. Tamam. Sümürgələşdirilənin durumu və koşulları bunun var olduğu haliyle, bunun var olduğu haliyle özel bir durumdur kuşkusuz. Deyir ki,
harda qalmışdıq? Sümürgələşdirilənin, yəni türklərin İranda durumu, vəziyyəti, vəziyyət, durum. Ərəbcə sözdür. Həsti ya həstəni farsça olacaqdır. İndi ona lüğət düzəltməyək farslara. Deyir ki, sümürgələşdirilənin türklərin durumu Təbrizdə, İranda və koşulları və o şəraitdə ki, yaşırlar. Dilləri yoxdur, tarixləri yoxdur, mədrəsələri yoxdur, iqtisadları qarət olur, hər şeyləri fars müdiriyyəti altındadır, zehniyyəti altındadır. Deyir bunlar, bugün var olduğu halilə, bugün hər nə halda vardılar ha bu. Bu halda, bu vəziyyətdə özəl bir durumdur, kuşkusuz. Bu bir müxtəs, bir zaman içində, məkan üçün məhdud bir durumdur. Özəl, vicə, farsçası vicə. Özəl bir, məxsus ərəbcə, özəl bir durumdur. Kuşkusuz. Şəksiz ki, biz vəziyyət, tarixin bir 100 ilində bu vəziyyət yox. Tamam tarixdə belə deyildik. Bunun üçün millətik. Biz tarixdə bu vəziyyətdə olmadığımızın üçün bir millətik. Bu da ondan çıxır. Böyük entelektüel dostlar, bu da bir böyük şeydir. Latincə bir sözdür. Yəni, düşüncə sahibi. Düşüncə nədir dostlar? Əgər bir düşüncə camiədə yaygındır, ona düşüncə deməzlər. Öyle hamıda var da bu düşüncə deyil ki. Düşüncə o zaman ki, siz taza bir şey tapasınız. Taza bir fikir ortaya qoyuyorsunuz. Bunda olur düşüncə. Buna deyirlər fəlsəfə də, farsca, ərəbcə, buna deyirlər fəlsəfə. Amma biz buna düşüncə deyirik. Təs deyir ki, entelektüel nə olar? O adamlar ki, taca bir düşüncəli qoyurlar ortaya, onların adı entelektüeldir. Türkçədə buna deyirlər, latincə sözdür. İndi biz bunlara nə deyirlər? Elə entelektüel, mən bunun farsçası yadımdan çıxdı indi. Hər halda, roşənfikr, farsça buna roşənfikr deyirlər. Tərcümə ediblər roşənfikrə. Adamın fikrinə kirpit yandırırlar, vururlar, yanır. Roşənfikr olur. Nə ilə entelektüel roşənfikr olmaz. Roşənfikr deyil. Entelektüel taza fikir doğan bir adamdır. Fikrində bir taza bir yol tapır, yongan tapır, köhnə yollardan qurtulmaq üçün. İntelektüel budur. Köhnə fikirlərin içindən qurtarmaq üçün taza bir yol tam adam intelektüeldir. Biz buna ərəbcədə, bizim öz tariximizdə, Türk tarixində, Osmanlıda və bizdə ziyalı demişik buna. Ziyalı. Hətta Quzey Azərbaycanda belə buna ziyalı demişik. Ziya, roşənfikrin bir ayrı anlamıdır əlbəttə. Amma biraz fərqli. Biraz fərqli olaraq işıqlı zehni. Roşənfikrə dedim, yaxındır. Amma roşənfikrdə diqqət buyurun, elə bilin ki, ev qaranlıqdır, siz kilidi vurursunuz, bu roşən olur, yanır. Bərqin kilidini vurursunuz, elektrikin, yanır, ev roşən olur farsça. Ziyalılıq belə deyil. Kilidlə, müəllimlə, ustad danışqahına ziyalılıq gəlməz. Ziyalılıq qazanmaq bir şeydir. Qazanmaqdır. Çalışacaqsan, çırağı yandırasan. Qaranlıqda bir çıraq yandırasan. Bu ki, çalışırsan qaranlıqda Azərbaycanlıların, türklərin İranda istiqlalına bir yol tapasan, bu intellektueldir. Deyir ki, böyük entelektüel alt-üst oluşlarından daha kəsin olaraq günlük yaşamın küçük sıkıntıları onu bu önemli kəşfini daha çox dəstəklər. Deyir ki, indi dedik ki, ziyalı nə demək? Ziyalı bu demək ki, bir qaranlıqda çalışırsan, bir işıq yandırasan. Bu ziyalılıq. İndi bunu bir ayrı deyir, entelektüel nədir? Deyir ki, dedik köhnə fikirlərin içində onlardan çıxıb taza bir fikir tapmaq. Nə demək? Fikrin sənin alt-üst olur. Değişir. Yəni, qabaq köhnə deyil də, taza bir şey. Alt-üst olur. Buna alt-üst olur. Elə bir maşın alt-üst olur. Yəni, dəyir bir-birinə də. Bu, sistem alt-üst olur. Buna deyirik. Deyir ki,
böyük intellektual alt-üst oluşlarından daha kəsin olaraq. Deyir ki, intellektual zehni, roşənfikranə değişimlərdən daha çox kəskin nədir? Bu, onu deyir. Nədir? Budur. Gündə yaşır camiədə bir şeyləri. O bunu alt-üst edir. O bunlardan çox. Çünki onlar bizim zehnimizi değiştirir. Məsələn, bir dənə ittifaq düşür. Mən deyirəm ki, burada inanıram ki, bax, bunlar bizi zülm edirlər. Burada təb'iz nəcadı var. Burada dilimiz bizim aradan gedir. Bir dənə bir şey bunu vurur. O kiçik bir şeyləri danışacaq. Deyir ki, günlük yaşamın kiçik sıkıntıları, günlük yaşırıq biz ruzmərrə, günlük. Ruzmərrə deyirlər farsda. O yaşamın kiçik sıkıntıları, zorakılıkları, çətinlikləri, sıkıntı çətinliklər onu bu önemli kəşfini daha çox dəstəklər. Onun, yəni bir adam ki istir milliləşsin bunu, onun bu önemli, mühüm kəşfini tapmağını daha çox neynər? Dəstəklər, daha çox himayət elər. Dəstək, himayət sözünün türkçəsidir. Farsçada himayət sözünə yoxdur, deyirəm və yoxdur. Biz dəstək deyirik himayətə. Kuşkusuz başlanğıçda məraktan yedikdən sonra artıq ara sıra nezakətən tadına baxır. Deyir ki, məsələn, bizim fərzəliyim bir dənə yemağımız vardı da. Məsələn, deyək ki, nə mənə deyim, bizdə ət şorbası deyirik. Abquşt farscadır, bizdə deyirik. Biz ət şorbası, ya biz ət şorbası deyirik. Şorba bizdə hər cürə yemağa aş deyirik. Şorba da sulu yemaqlara deyirik. Bu diqqət buyurun. Ət şorbası, soğan şorbası, bizdə bu cür şeylər var idi. Yağ şorbası, sarı yağ şorbası. Bunlar bizdə ondan sonra mərcimək şorbası, nə bilim, ərişdə şorbası, aş da deyirik bunlara da. Biz aş deyirik bunların hamısına. Deyir ki, bunların məsələn birin fikirliyinci dedim daha ət şorbası məsələn. Deyir ki, artıq ara sıra nəzakətən, deyir ki, nə olur deyim? Deyir ki, kuşkusuz, şəksiz, başlanğıçda, əvvəldə gəlib deyir, türkləşə, bu gedir neynir? Maraqdan. Maraq, yəni bir bilməməkdən axtarır ki, bu nədir? Maraq, yəni bu da əlaqə. Əlaqə deyil, əlaqə sevgi deyil, sevmaq deyil. Əlaqə burada, yəni bilmir nədir, istir görür nədir? Dada. Dadmaq, əlaqə, istir dada, belə. Maraq budur, fərqlidir əlaqə ilə. Maraqdan, yəni bir nə deyək buna? O qədər farsça danışmışıq ki, kəlmələri baş tapmıram ki, nə cür yaxşı türkçə olsun. Təmayül, hətta o da deyil. Maraqdan hər halda yəni bir gizli bir şeyi tapmaqdan. Maraq budur. Maraqdan dedikdən sonra, yedikdən sonra. Deyir ki, istəyir görə bu nəyə bənzir? Məsələn, ərişdaşı nədir? Soğan su nədir? Nə bilim, ət şorbası nədir? Filan nədir? Filan şirini nədir? Məsələn, əyirdək nədir? Maraqdır da, bilmir bu nədir? Baxır görür belə bir şey. Küftə. Bilmir küftə nədir? Məsələn, Amerikalılar, Kanadalılar vaqəən bilmirlər küftə nədir. Mitbal deyə bir şey düzəldiblər. Ət topu diye bir şeye tercüme edilirler. Ama bu küfte değil. Küfte et topu değil. Bu bir fərhəngdir, bu bir kültürdür, bu bir gələneksəldir, bu bir tarixdir. Bu fəqət ətdən ibarət deyil. Bunun içində ləpəsi var, əti var, toyuğu var, döyməsi var, zəhməti var. Bunu əlindən döysən bir haləti var, dəstgahda döysən bir haləti var. Əsgahda döyülən ət küfte olmaz. Bu bir kültürdür, fərhəngidir. Amma bu adam bunu istəyir bilə, bu nədir? Əyirdək nədir, küftə nədir? Bunu istir bilə. Deyir ki, əvvəldən maraqdan, bu iç bu nədir deyə bunu dadar. Yedikdən sonra bunu yiyər. Amma
Artıq bir atışdan sonra ara sıra hərdən bir nəzakətən yeyər, xoşuna gəlməz. Fəqət ehtiramən yeyər. Məsələn, bizim burada Kanadalı dostumuz vardı. O, biz ət şorbası bişirəndə nəzakətən yeyər. Yəni, bah-bahda deyər məsələn. Yəni, normalda deyər ki, yox, mən bunu yemərəm, biz bunu yemərik. Bizim qəzanlıqda yemağımız deyil. Amma siz bişirmişsiniz, okey. Bunu nəzakət deyirlər. Buna ədəb, mərifət, ərkan bilmək, toplumda yer eləmək özünə. Onun üçün yeyər. Nəzakətən tadına baxar. Dad biz deyirik türkçədə, bizim türkçəmizdə dadla tad təqribən bir-birinə çevrən bir şeydir. Hərf t ilə bir-birinə çevrilər. Baxar, dadına baxar və tıka basa duyuyor, sərsəmləşdiriyor, amma bəsləyici deyil. Və belə bir söz deyər. Sonucuna varır. Belə bir nəticəyə çatar. Deyər ki, tikə. Tıka basa, yəni bu tikəni basırıq, yeyirik. Həm tıkmaq, yəni boğmaq, tıkmaq budur. Tıka basa, bu boğa-boğa gedir. Beləsi deyək. Tıka basa doyuyor. Yəni tikəni basa-basa zorla, bu basa-basa tıka zordur da dedik. Zorla basa-basa bu doyur. Qarnımız doyur. Aclığımız gedir. Sərsəmləşiyor, məsləşir, keyf eləyir. Sərsəm burada, sərsəm çox baş ağrısı, gicəllənmək. Amma deyək ki, sərsəmləşiyor, yəni məst olur, doyur, keyf eləyir. Amma bəsləyici deyil. Amma bu gücləndirən deyil. Bəsləməyin mənası farsçada yoxdur. Ərəbcəsində bilmirəm. Məsələn, deyək ki, təqviyyət konəndə deyil. Bəsləyici bu cür məna eləsək daha yaxşı olar. Ərəbcəyə, farsça ərəbcə, təqviyyət ərəbcədir. Onu bəsləyici, yəni hər şey ki bədənə lazımdır, onu verən. Bəsləyici bu anlamda. Necə, məsələn, musiqini bəslirlər. Baxın, musiqini bir nəfər yoxdur ki, əvvəldə bunun şeirini yazır, sonra bunun musiqi düzəldir. Bu olur bəstəci. İndi insan da istəyə bir dənə vücudu, bir dənə şeyi bəsləyə, bizim canımızı ayaq üstə bizi saxlaya bilər, işləyə bilər, çalışa bilər. Bu bəslənməsi lazımdır. Yəni bunu yedirtmağımız, hər şey ki lazımdır, ona vermək lazımdır. Deyir ki, bəzi qəzalar var, yeyərsiniz, o sizi bəsləməz. Məsələn, nə mənə? Məsələn, biz səbziləri, göy-göyərənti, səbzi farscadır. Göy-göyərəntiləri, göy deyirik də, bizim adımızda göy-göyərəntidir. Göy-göyərəntiləri bişiririk çox. Saatlarca ya da onlar dəqiqə bunu qablamada, tavada, oyuz-buyuza çeviririk. Bundan bir kükü bişiririk. Bunun içində qəza qalmadı, vitamin qalmadı. Çünki bunu səbzini yiyəcək, göy-göyərəntini yiyəcək ki, bizim bədənimizə vitaminlər getsin. O qət bişirdik bunu ki, yağın içində ya odun üstündə ki, bunda vitamin qalmadı. Biz yeyirik, əslində bir xazal kimi bir şey yeyirik. Quru bir şey ki, ərzişi yoxdur. O cür bir şey yeyirik. Deyir ki, bəsləyici deyil o. O bəsləyici deyil. Deyir, belə bir şey deyər. Belə bir sonuca varar ki, bunu mən yeməği yedim, bu zorla basırıq, gedir içəriyə doyuruq, sərsəmləşirik bundan, amma bəsləyici deyil. Amma bu bizim canımıza güc verən deyil. Sonucuna varır. Bunun belə bir nəticə alar o yeməkdən. Şakaya vuraraq, deyir ki, şakaya vuraraq biz bunu türkçə belə deyirik Güney Azərbaycanda. Şuxluğa salaraq, mizaha salaraq. Şaka, şuxluq. Şakaya vuraraq, yəni ki, şuxluq dili ilə belə deyər. Nə deyər? Deyər ki, Hristiyan boğan. Bu, Məsihiləri boğandır. Bu yemək. İndi məsələn, əlbəttə deyəcək nədir? Onu deyəcək. Bəlkə də adlamışam ona görə. Deyər, belə bir şey deyər. Aha, o yemək ki, bu Tunisdə vardı, bunlar yeyirlər, boğulurlar, sərsəm olurlar, yəni keyflənirlər və şeydir. Bunun adı kuskusdur. Kanadada, Amerikada da satılır. Dostlar, nədir kuskus? Beləsi deyim sizə, mən bildiyim qədər. Biz o şey ki, noxud deyirik, onu əzirlər. Ona yağ, zeytun yağı, duz, zeytun yağı, soğan qızardırlar. Soğan qızarmış, yağda qızarmış soğan, yağ,
hər cürə istot vururlar. Buna deyirlər yemək. Bunu deyirdi. Biraz da quru olur, çox da yumuşaq olmur. Əlbəttə yağını yumuşaq edirlər də, amma o qədər. Deyir ki, bu kuskus sevsə belə, kuskus adında yeməği sevsə, nə zaman bir kahvenin önündən getsə, hər zamanca bir qəhvəxananın önündən getsə, qabağından getsə, onu yakalayıb sağırlaşdıran panayır muziyi nə dayanmaz. Deyir ki, bunu yesə də, hər zaman ki bir dənə qəhvənin qabağından geçir, qəhvədə bir panayır muziyi. Panayır dostlar, Səlcuq dövrəsində bir musiqi orkestri idi, qurulmuşdu. Bunlar bir musiqi çalardılar. Bu elə indi də qədim türk filmlərində bu çalınar. Elə əsli film budur. İndi də əlbəttə çalınır. İndi də Osmanlı seriallarında görürsünüz, dizilərdə görürsünüz. Bir musiqi çalınır. Bir bu musiqi çox ucadır. Bu qəhvəxananın qabağından keçəndə ki, onu orada çalırlar. Onu keçəndə deyir ki, neynər? Belə bir şey deyər. Kahvenin önündən getsə, oradan getsə əgər, onu yaxınlayıb sağırlaşdıran, deyir, onu az qalır ki, onu sağır eləyə. Sağır, dostlar, kər. Sağır, kar olmağa deyərlər. Biz həm karın işlədirik, farslar kər deyiblər, bizdən alıblar, həm sağır işlədirik. Sağır olmaq, sığır olmağa da bənzir. Məsələn, o adamlar ki, doğmurlar, o xanım ya o kişi ki, uşağı olmur, onlara biz sığır deyirik, yəni naza farsça. Ona görə sağır da odan ki, bizim qulağımız eşitmir də, əmini görsənir, sonra kar da deyirik, sağır da deyirik. Deyir, bu sağır edin bu musiqini, adı ki, panayırdı, deyir, bu panayır muziğini nədən bunu deyir, buna dayanamaz. Bunun səsinə dayanamaz bu musiqinin. Nədən səsi bu qədər yüksək? Niyə deyir bunun bu qədər ucadı səsi? Bir-birlərini nasıl duya biliyorlar? Bu adamlar ki, musiqidə oturublar, qulaq asılır qəhvəxanada, bir-birlərini nə cür eşidirlər, duyuyorlar, yəni eşidirlər, hiss edirlər. Səsi də hiss edirik biz, bu hissilərdən də ona görə duymaq gəlir. Duya biliyorlar, yəni nə cür bunu eşidirlər, hiss edirlər bir-birlərinin səsini. Sümürgə halkından bəkçinin oturduğu mərdiven altındakı aralıqdan gəlib bütün evi buram kokutan o bayat kuyruq yağının pis kokusu ona işkəncə gibi gəlir. Deyir ki, diqqət buyurun, biz bəzi şeyləri, məsələn, mən özümü deyim, mən satılan gön bir şey təqribən giymərəm, illa ayaqqabıdan sonra ki, o da çalışıram, ayaqqabıda gönü olmasın. Çünki o gönün iyi məni boğar. Bir növ mənim alerjim var. Alerji deyil, yəni mərizləmərəm. Amma nəfəs çəkənmərəm, boğar məni. Onun üçün mən, məsələn, xanımlar çif almağa geçsələr bir mağazaya, mən onlarla getmərəm. Ha belə, naylon iyi. Məğazələrdə ki, naylon satırlar, onlara geçsən boğullam. Taza naylon alsaq evə, bir dana pərdə, məsələn, fikrin ki, mizin üstünə bir naylon alırıq. Məsələn, o məni iyi boğar. Mən ona dözənmərəm. İndi bu cür bir şey deyir ki, bu adam da belə bir şeyi deyir. Bunların kültürü ilə baxır. Deyir ki, sümürgə halkından olan bir dana bəkçi. Bəkçi indi hərasət deyirlər farsça ki, ərəbcə sözdə hərasət özü. Biz nicəhban da deyirlər farslar buna. Biz ona bəkçi deyirik. Bəkçi. O adam ki, orada bəklir, gözlür, evi gözlür. Qədim də güzarçı deyərdik. Şəhəri gözləyənə də güzarçı deyərdik. İndi deyir ki, sümürgəçilərdən, yəni bu şəhrin adamından, türklərdən biridir məsələn, halkından bəkçi. Bəkçinin evi hardadır dostlar? Məmulən Türkiyədə də indi bu cürdür. Evin aşağı qatı, aşağı təbəqəsi, təbəqədə qatdır deyirlər Türkiyədə. Deyir ki, aşağı qatında mərdiven altı, yəni o pillələrin altındakı ev,
bəksinindir, nicəhbanındır. Deyir ki, oturduğu mərdiven altındakı, o mərdiven altında, pillələrin altındakı oturur, onun oturduğu orada altındakı aralıqdan, deyir o aralıqda, orada, o evdən yəni, onun arasından, o pillələrdən məsələn, şey gəlir, gəlib bütün evi buram-buram kokutan, deyir ki, oradan buram-buram, dəstə-dəstə, moc, havada moc demirik, havada buram-buram deyirik, qar buram-buram gəlir. Bunun oxumağı da var bizdə, mənim yadıma gəlmir, amma məsələn deyir ki, Koroğlunun nağıllarında da fikir edirəm, deyir ki, buram-buram yağ gəlir, məsələn, qar gəlir filan yerdən, belə bir şey. Yəni, moc, farsça. Havada moc deyirik, dənizdə dalğa deyirik. İndi də ki, iyi gəlir, bir dənə bir şey bişirirlər, yanıq bir şey, ya bir dənə yağın, ya bir dənə bir qəzanın iyi gəlir, buram-buram, moc, deyir ki, ona da nə deyir? Buram-buram deyir. Deyir ki, bu gəlir, kokutan, iyi verən. Kokutan, o bayat da ki, bayat da elə bilirik, yəni köhnə, bir yemək ya bir çörək ya bir şey ki, qala bayat ola, ona bayat deyirik da. Bayat, quyruq, mal quyruğu, qoyun quyruğu da, qoyun quyruğu deyir, bayat olubdu, bu yağ olubdu, yağının pis kokusu, o bayat quyruğun pis kokusu, yağının pis kokusu ona işgəncə kimi gəlirdir. O xaricəliyə bir işgəncə kimi gələr. Yəni, bir nəfər gedir kəndə, məsələn, indi fikir edin ki, bir dana qız, məsələn, indi kətdən durub gedib danışqaha, 2-3 gün orada həmbergerdən zaddan yiyibdir, məsələn, ya düyüdən zaddan yiyib, indi qeydib gəlib kətlərinə, orada bir istirlər ki, buna bir, məsələn, quyruq yağı ilə bir şey verərlər. Bu, onu dahi bəyənməyir. O, iyi mənə əziyyət edir. Bu da o sümürgəçiliğin bir parçasıdır. İstər-istəməz hər kültürün özünün bir şeyi vardır da, hər nəsl bir kültürə geçəlir. Bu da bir vaqiyyətdir. Və o kültürə adət edir, onun tərsin qəbul. Və bir də hər nə mənə kilas bilsə, onu qəbul edir. Kilas bilir. Məsələn, nəbati yağdır da, yəni ağaçlardan, şeydən çıxıbdır, insanın da bədəninə düz deyil. Yəni, bunun sillolları, yağın sillolları, heyvanlar bunu yiyərlər, okey, bunu sındırar, onların meydələrində, onların sistemlərində bir gəvşəmə sistemi var. O, bunlar oğa çeynərlər ki, bu axirdə sınar, onların anzimləri də gələr, bunu sındırar, onu cəzb elər bədənə. Amma biz bəzi şeyləri yiyərik, səbziləri, filanları, göy-göyərəntirini, bu göy-göyərənti, yağları, zatları bizim bədənimizdə getməz bizim bədənimizə. Kərxanalarda bunları çıxadırlar, bunları su şəklində verirlər. Dünyada buna duru yağ deyirlər. Türk şeylərində. Amma bizə İranda gəliblər, görüblər ki, İranlılar sarı yağ yeyirlər, sarı yağda donur. Gətiriblər, görüblər, sarı yağda bir pis iyi var. Bunlar deyirlər elə. İndi də deyirlər ki, sarı yağın iyi çox pis iyidir. Bayat iyi və çox ona görə də quyruq yağı. Bu pis iyidir. Bunu gətiriblər İranda. Bir şimyai maddə var, duru yağı bərkidiblər, deyirik, roğən nəbati camid da, camid deyirlər adına. Onu roğən nəbati qaşığına götürürük, tökərik, beləsi, onu dənə-dənə eləyib, bərkidib, bir dənə maddə vurublar ki, bədənə də zərərdir. Sonra ona bir iyi vurublar ki, sarı yağı iyinə bənzəsin ki, İranda millətlər onu alsınlar. Bu, bunun, əzəm sarı yağ deyil, camid yağ ki, deyirik, roğən nəbati camid, o dəqiqən bu sistemlə düzəlib ki, bizim də bədənimizə əslən faydası yoxdur. O halda ki, heyvanın sillolları bizim sillollarımızdan bir olduğu üçün biz heyvan ətindən çıxartdığımız yağ bizim bədənimizə rahatca şey verər və mərisilik də yaratmaz. Amma indi dünyada deyirlər ki, duru yağların bir çoxu sərətan düzəldəcək. Qərar edildi Kanadada 2024-dən qabağın alalar. İndi ki, bu korona gəlib də hələ feylən ki, heç kəs duru yağ tapanmır gelsin ki, hələ sonra bunun qabağını alsınlar. İndi dostlar, dedi ki, bu adam ki, gəlir, bu iyi görür, bu qokunu görür ki, o evdən çıxır, gəlir, bu qəhvəxanıya zada dolur. Bunu neyinir? Deyir ki, bu işgəncə verir mənə. Sümürgələşdirilənin bir çox özəlliyi onu şaşırtır. Sümürgələşdirilən, yəni məsələn, türklərin bir çox özəlliyi, özlərinə məxsus bir adab-ı rusumu, yeməkləri, içməkləri, gəlləri, getləri var, toyları, yasları var ki, o sümürgəçini şaşırtır, təəccüb elətdirir. Təəccüb ərəbcə söz, dediyimiz kimi.
rahatsız edir. Onu narahat edir. Rahatsız, yəni elə rahatsız türkçə sözdür. Bunu rahatsız edir. Rahatlığın əlindən alır yəni. Hiss etdiyi irgənməyi türkçə indi bunun üstünə bir cığın üstünə bir belə 8 kimi qoydu. Onu deyir ona. İğrənməyi, hiss etməyi, iğrənməyi gizləməz. Deyir ki, bu hiss etdiyi, o iğrənc ki hiss edir, iğrənir. Onu gizlətməz. Onu deyər. Görək nə deyir? Nədənsə sümürgəcininkiləri hatırlatan saptamalarında bu tiskinti ortaya çıxar. Deyir ki, nədəndir ki, mən bilmirəm, pardon oxuyum. Nədənsə sümürgəcininkiləri hatırlatan, deyir, o şey ki, sümürgəçiləri, yəni farsların ya xaricilərin o şeylərin hatırlatan, zehninə gətirən, hatırlatan, yəni bu, hatırlatan, saptamaları, saptamaq dostlar, o şey ki, biz onu, məsələn, belə deyim, birinin bir gözü tez-tez qırpır. Ya məsələn, bir haləti var, tik deyirlər da, indi buna farscadan, ingiliscədən gəlmədi, tiki var. Bir haləti var ki, o tikrar olur, deyib baxırsa. Məsələn, elə hər 2-3 dəqiqədə, məsələn, bizim bir yoldaşımız var idi, o məsələn, həm belə elirdi, həm belə elirdi, həm də başın belə elirdi, yəni 3 donası birdən elirdi. Məsələn, hər dəfə bu elirdi, yəni. Bu elə hər bir dəqiqədə, məsələn, 10 dəfə bunu elirdi. Danışdıq elə, görürsün, hesabı danışır, elə. Bu, məsələn, bir dana saplantıdır. Bir şeydir ki, biz ona mütəəssifənə saplanmışıq. Dəstə kimi bizə saplanıbdır. Biz dəstə kimi ona saplanmışıq. Buna saplanma belə bir şey. Biz zəmimə farsca. Ərəbcə zəmimə. Farsca bilmirəm nədir. Əslən fikir eləməmiş, buna bir mənaları olmuş ola. Deyir ki, amma öz sümürgəçinin ona saplandığı, məsələn, bir şeylərdən xoşu gəlir, ya acığı gəlir. Özünün məmləkətindən bunu görübdür. O ona saplanıbdır. O ona şey oldu, yapışıbdır. Zəmimi olubdur. Saplantılarından bu tiskinti ortaya çıxar. Deyir ki, hətta onun özünün də şeylərinə saplantılarından ortaya çıxar. Ortaya çıxar ki, bu məsələn, fərzən filan şeydən xoşu gəlmir. Məsələn, mənim, deyək ki, bir qızım, kiçik qızım, ya gəlinim, məsələn, şeydir, ət yeməzlər. Məsələn, biz ət yiyəndə o rəsmən deyir ki, siz ölü yeyirsiniz. Bu ölü iyi verirsiniz, necə bunu yeyirsiniz? O saplantıdır da, o da bir, biz də bunun iyinə adət eləmişik. O ona saplanıbdır, o iyi, ölü, cənazə iyi bilir ki, vaqiyyət o cürdür. Çünki biz əslində bir dənə cənazə yiyirik da, toyuğu öldürmüşük, cənazə də onu yiyirik. Onun bir ölü iyi var, biz onu yiyirik. Amma adət elədiyimiz üçün onu hiss eləmirik, hətta sevirik. O da bu iyi görəndə əziyyət çəkir. Bunu indi mən istədim beləsi deyəm ki, onu biraz baş tapaq, nə olur. Bu diskinti ortaya çıxar. Belə onun diskintiləri, hətta sümürgəçinin də diskintiləri özünün fərhəngində var, o da ortaya çıxar. Aslında insanın doğmasının hər iklimdə özdeşləşiyindən o periori kəlməsinə diqqət buyurun, periori əmin olduğu dönəmlər çox geridə qalmışdır. Deyir ki, əslində, kökündə insanın doğasının, təbiətinin, insanın təbiətində belə bir şey var. Nədir? Hər iqlimdə, hər kəs hangi topraqda, iqlim, topraq və hava. Hə, bu onun kimi dediyimiz türkcə bunu abı havaya nə deyərik? İqlim deyərik. İqlim deyərik. Topraq, hava və su. Bunların içinə iqlim deyərik. Ki, iqlim ağacı da var, yoxdur, bunlar hamısı onun içindədir. Ona görə deyir ki, hər iqlimin, dostlar, iqlim sözü, abı hava sözü ki, istəyədir farsca, onun yerindədir. Bəs bunu dedik. İnsanın doğasında, təbiətində bu var ki, hər iqlimin özdeşliyindən, yəni ona müşəxəs, o iqlimin varlığından nə olar? A priori əmin olduğu
döneminden çox geri qalmışdır. Dostlar, 17 saniyəmiz qaldı. Bunu deyəməyəcəm. Burada qalsın, sabahları bu səhifəni oxuruq, qutarırıq. Sağ olun, sağ olun, hələlik.